Çayın yanında asant və dadlı şirniyyat axtarırsınızsa, mütləq bu videonu sona qədər izləməlisiniz. Bunun üçün 600 qram una, 150 qram otaq temperaturunda olan kərə yağını əlavə edib əlimizlə umaç halına gətiririk. Kənarda bir qaba 200 qram xama əlavə edib üzərinə bir yumurta və 100 qram şəkər tozu əlavə edərək qarışdırırıq. Hazırladığımız umacın üzərinə əlavə edirik və üzərindən bir paketdə qabartma əlavə edib qarışdırırıq. Əlimizlə yaxşıca yoğurub bu cür xəmir halına gətiririk. Xəmirimizi 4 hissəyə böldükdən sonra kündə formasına salırıq və soyuducuda yarım saat gözlədirik. Bu sırada başlayırıq içliyini hazırlamağa. İçliyi üçün rəndələnmiş 200 qram qoz ləpəsinə bir paket vanil, bir stəkan şəkər tozu və bir yumurtanın ağını əlavə edib yaxşıca qarışdırırıq. Ardından kündəni yayıb bu cür üçbucaq formada kəsirik. Hər birinin üzərinə içlikdən əlavə edərək gördüyünüz formada bükülür. Soba listinə yerləşdirib əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada üzəri saralana qədər bişirilir. Və sonda bu cür dadına doymayacağınız bir şirniyyatlar alınır. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sonda bəyənib, takib atıb, dəstək olmağı unutmayın. Hələlik.